Xoş gördük. Bugün Müsavat TV-nin efirində çox hörmətli həmkarım Sevinç Telman qızının moderatorluğu ilə sabiq baş nazir Pənah Hüseyin və deputat Fazil Mustafanın debatını izlədim. Doğrusu hesab edirəm ki, Sevinç xanımın peşəkar suallarına və neytral təqdimatına rəğmən bu veriliş ictimai maraqlar baxımından o qədər də səmərəli olmadı. Bunun səbəbi də odur ki, əksər tezisləri ilə qətiyyən razılaşmasam belə, sabiq baş nazir Pənah Hüseyin hər halda ortaya konseptual mövqe qoydu. Problemə strateji baxış sərgilədi. Lakin onun oponenti bir-iki konjunktur debat texnologiyası ilə özünün də etiraf etdiyi kimi təxribat yaratmaqdan uzağa gedə bilmədi. Doğrusu indi diqqətimi həmin müzakirəyə cəmləmək istəmirəm. Lakin Azərbaycanda İran və xüsusən də Güney Azərbaycan məsələsinə kifayət qədər sağlam, kifayət qədər aydın və kifayət qədər pozitivist baxış xətti də var. Mənim müdafiə etdiyim bu baxışa görə Güney Azərbaycan məsələsi artıq geopolitik problemə dönmüş, İran probleminə əsasən gündəmə gəlib. Odur ki, bu məsələni müzakirə etmək nə romantizmdir, nə maksimalizmdir, nə də irrealizmdir. Orta çağları analiz edəndə görürük ki, Sasanilərin süqutundan sonra ərəblərə qarşı meydana çıxmış şubiyyə bir cərəyan olaraq modernizm dövrünə daşıyan bir institut var, Fars bürokratiyası. Bu bürokratiya Qacarların devrilməsində aktiv rol oynayıb, ey böyük şiir, rahat uyu, nəvələrin oyaqdır şüarı ilə İran kimliyi inşa etməyə başlayıb. Nə deyirdi kirli İran ideologları? Baxaq. Onlar Ari irqinin üstünlüyünə inanır və Fars dilinin hegemoniyasını qururdular. İran xalqlarının gerçək tarixini saxtalaşdıraraq digər xalqları önəmsizləşdirirdilər. İranda yaşayan fərqli etnik qrupları Farsların içində əritmək istəyirdilər. Bütün bunlara nail olmaq üçünsə repressiya və totalitar bir rejim qurmaq siyasəti aparırdılar. 1979-cu ildə Pəhləvi monarxiyası devrildi. Yerində İslam Respublikası quruldu. Lakin az öncə ifadə etdiyim təməl prinsiplər yerindəcə qaldı. Bunun da ən bariz sübutu odur ki, Cənubi Azərbaycanda xalqı öz ana dilindən məhrum edən Pəhləvilər kimi Molla rejimi də soydaşlarımızı Fars dilində oxuyub yazmağa məcbur edir. Yaxud Güney Azərbaycan coğrafiyasını uydurma inzibati vahidlərə bölmək və kiçiltmək siyasətini klerikal İran iqtidarı daha sərt şəkildə həyata keçirir. 1906-cı ildə qəbul olunan əyalət və vilayət təşkilatları qanunundan başlayaraq 1937, 1938, 1951, 1993-cü illərdə Güney Azərbaycan coğrafiyası İranı unitarlaşdırmaq məqsədi ilə hissələrə bölünüb, xalq hətta eyni dövlətin içərisində də dəfələrlə parçalanıb. Bütün bunlar İrançılıq dediyimiz müstəmləkəçilik siyasəti nəticəsində təzahür edir. Bəli, İrançılıq hazırki İran İslam Respublikasının sərhədləri daxilində vahid İran milləti yaratmaq modelidir. Bu model deyir ki, fərqli xalqlar, fərqli dillər ikinci plandadır. Güya əsas olan vahid siyasi və mədəni çərçivədir. Bax, elə bu məqamda bir sual yaranır. İranda yaşayan xalqlar məcburən bu çərçivəyə, pərçimlənməyə heç mi etiraz etmirlər? Güney Azərbaycana baxaq. Orada yaşayan 10 milyonlarla Azərbaycanlı var. Bizimlə eyni dilə, mədəniyyətə, tarixi yaddaşa sahibdirlər. Ən əsası, heç bir Güney Azərbaycanlı özünü Farsdan əksik və ya Farsların əlavəsi saymır. Məsələ də elə burada başlayır.
İrançılıq deyir. Siz dili türkləşmiş İranlısınız. Güney Azərbaycan cavab verir. Xeyr, biz elə Azərbaycanlıyıq, Azərbaycan türküyük. Bu sadəcə fikir ayrılığı deyil. Gələcək seçimini müəyyən edən həm tarixi, həm də müasir ziddiyyətdir. Bu ziddiyyətin həll olunması üçün bircə yol var. Güney Azərbaycanlıların milli müqəddəratını təyin etmə haqqının İran da daxil olmaqla bütün dünyada tanınması. Bu tanınma üçün İranın modernləşmə və demokratikləşmə hərəkatının konstitusiya islahatları çərçivəsində getməsi lazımdır. Güney Azərbaycanlıların nəyi istəyir, nəyi istəməməsi ilə bağlı suala cavabı biz o zaman biləcəyik. Bu məsələni Dərbənd və Borçalı ilə eyniləşdirmək olduqca prinsipial səhvdir. Çünki Dərbənd də, Borçalı da öz milli müqəddəratını SSR-dən ayrılarkən təyin ediblər və onların milli hüquqi statusunda hazırda hər hansı problem yoxdur. Amma burada bir reallığı da unutmaq olmaz. Bu məsələ təkcə İranın daxili məsələsi deyil. Regionda güc balansı, qonşu dövlətlərin mövqeyi və beynəlxalq faktorlar bu prosesə birbaşa təsir edir. Odur ki, bir məsələ indidən bəllidir. Klerikal rejimin süqutundan sonra İranda unitar dövlət quruluşunu saxta tarix nağılları və İrançılıq ideologiyası kimi vasitələrlə yanaşı zor aparatı ilə də saxlamaq mümkün olmayacaq.